Deməli, burada da ki, bel deyə bilərsiniz. Beldim yoxdur. Getdi. Meyvə, amma yivədim deyə bir söz yoxdur. Meyar, me, mar daha doğrusu. Mardım yoxdur. Cəbəndi getdi. Meşin, şindim belə bir söz yoxdur. Burada nə oldu? Meyar, yardım. Cavab oldu A bəndi. Bu da yeni tiplərdən biridir. Daha sonra isə deməli, bu barmaq məsələsi nədir? Demək 5 nəfərdir. 5 nəfər deyil daha doğrusu. 4 nəfər oyun oynayıblar. Oyunu biri təklif edir, o birilər də bir yerdə oynayırlar. Kənara bir dənə adam gəlib, bu 4 nəfərə deyir ki, bəs bu oyunu kim qurub, kim yaradıb bu oyunu? Bunlar da hərəsi müxtəlif cavab verirlər də. Biri də gəlib hamısı konkret cavab vermir. Hər bir dənə cavab verir. Biri deyir ki, oyunu mənim sağımdakılardan biri qurub. İkincisi deyir ki, oyunu mən qurmuşam, özünə göstərir barmağı. Üçüncü deyir ki, oyunu sol tərəflərdən biri qurub. Dörd də deyir ki, mən deyiləm. Bax, burada da açıqlaması, burada da verib onu. İndi mən də ehtimallar qurub, baxmalıyam ki, görüm, oyunu görəsən kim qurub, kim qurmayıb. İkinci qrup. Demək, mən burada. İndi hələ bilmirik onu, onu indi baxacağıq. Demək, birinci ehtimalda, baxın, istiqamətim budur, budur, soladır, bir də yuxarıdır. Mən özümdəyəm. Mən soruşuram axı. Özümdə deyirəm ki, bunlara. Oyunu kim qurub? Sual verir. Birinci adam deyir ki, oyunu mənim sağımdakı qurub. Axı mən özümdə bilirəm ki, ehtimal qururam da. Bu oyunu birinci adam qurub. Birinci mənə deyir ki, mənim sağımdakı qurub. Demək, yalan danışır. Axı oyunu birinci adam qurub. İkinci adam deyir ki, mən qurmuşam. Demək, ikinci adam da yalan danışır. Üçüncü adam deyir ki, mənim solumdakılardan biri qurub. Bəli. Üçüncü adam düz danışır. Çünki birinci adam sol tərəfdə dayanıb. Dördüncü adam da deyir ki, mən deyiləm. Bu da düz danışır. Demək, mənim burada 2 düzüm, 2 yalanım oldu. Birinci ehtimalda. Gəlirəm deyirəm ki, bəlkə oyunu ikinci adam qurub. Gəlin ehtimal eləyək. Birinci adam deyir ki, mənim sağımdakıdır, düz danışdı. İkinci adam deyir ki, mənəm, düz deyir. Özü qurub axı oyunu. Üçüncü adam deyir ki, mənim solumdakıdır, bu da düz danışdı. Dördüncü adam deyir ki, mən deyiləm, bu da düz danışdı. Demək, dördü də düz danışır. İkinci adam oyun qursa. 4 düz, 0 yalan. Deyirəm ki, əgər üçüncü adam oyunu qursa, bunlar necə danışarlar? Neçəsi düz, neçəsi yalan danışır, əgər oyunu üçüncü adam qurubsa. Birinci adam deyir, mənim sağımdakıdır, düz danışır. İkinci adam deyir, mənəm, yalan danışır. Üçüncü adam deyir, mənim solumdakıdır, bu da yalan danışır. Dördüncü adam deyir ki, mən deyiləm, düz danışır. 2 yalan, 2 doğru oldu. Gəlirəm dördüncü ehtimala. Əgər dördüncü adam oyunu qurubsa, birinci adam deyir ki, mənim solumdakıdır, düz danışdı. İkinci adam deyir, mənəm, yalan danışdı. Üçüncü adam deyir, mənim solumdakıdır, yalan danışdı. Dördüncü adam deyir ki, mən deyiləm, yalan danışdı. 1 doğru, 3 yalan oldu. Bunu qurdum. Gəlirəm indi bura. Mənə deyir ki, şərtdə görə nə istəyirəm? Doğru və yalan məlumat verənlərin sayı eynidirsə. Yəni, mən kimdən soruşsam, hansı oyunçulardan soruşsam ki, oyunu kim qurub, onların doğru və yalan deyənlərin sayı bərabər olar. Hansında olar? Baxın, əgər oyunu birinci adam qurarsa və ya üçüncü adam qurarsa, bu 4 nəfərdən ikisi yalan danışacaq, ikisi düz danışacaq. Onda oldu 1-3. Mənə desə ki, doğru danışanların sayı yalan danışanların sayından çoxdursa, onda oyunu quracaq ikinci adam. Mənə deyilsə ki, yalan danışanların sayı doğru danışanların sayından çoxdursa, onda oyunu kim qurar? Deyəcəm dördüncü. Gələk indi növbəti tapşırıqda bunu 9-da izah edirəm. 9-da 5 nəfər var. Bu 5 nəfərdən bir nəfəri fikir bildirmir, gülür. İndi mən yenə başlayıram. Aşağı ox, yuxarı ox mənaları eynidir. Sola ox, gülmək,
Smiley fikir bildirmir. Bir də sağa ox. Deyirəm ki, oyunu birinci adam qurub. Ehtimal buyurduram. Birinci adam deyir, bəli, mən qurmuşam. Düz danışır. İkinci adam deyir ki, xeyr, mən qurmamışam. Bu da düz danışır. Üçüncü adam deyir ki, mənim solumdakıdır. Bu da düz danışır. Bu fikir bildirmədiyinə görə saxlayıram. Beşinci adam deyir ki, mənim sağ tərəfimdə olandı, bu yalan danışır. Demək, burada 3 dənə doğru oldu, 1 dənə yalan. Keçirəm ikinci ehtimala. İkinci adam oyunu qurubsa, birinci adam deyir, mən qurmuşam, yalan danışır. İkinci adam deyir, mən qurmamışam, bu da yalan danışır. Üçüncü adam deyir, sol tərəfdəkidir, düz danışır. Bu yenə fikir bildirmir. Bu beşinci adam da deyir ki, sağ tərəfdədir, bu da yalan danışır. Demək, 1 dənə düz, 3 dənə yalan oldu. Gəlirəm üçüncü ehtimala. Əgər üçüncü adam oyunu qurubsa, birinci adam deyir, mən qurmuşam, yalan danışır. İkinci adam deyir ki, mən qurmamışam, düz danışır. Üçüncü adam deyir, mənim sol tərəfimdədir, yenə yalan danışır. Bu yenə fikir bildirmir, bu yenə yalan danışır. Demək, 1 dənə düz, 3 dənə yalan. Dördüncü adam oyunu qurarsa, birinci adam deyir, mən qurmuşam, yalandır. İkinci adam deyir, mən qurmamışam, düzdür. Üçüncü adam deyir ki, mənim sol tərəfimdədir, axı sağ tərəfdədir, 4 getdi. Beşinci adam da ki, elə yalan danışır. Demək, yenə 1 düz, 3 sə. Oyunu 5-ci adam qurarsa, 1 yenə yalan danışır, 2 düz danışır, 3 yalan danışır, 4 fikir bildirmir, 5 özü yalan danışır. 1 düz, 3 səhv. Görürük ki, burada yalan ehtimalı daha çoxdur. Fikir verirsiniz. 2-də də yalan ehtimalı çoxdur. 3-də də, 4-də də, 5-də də yalan. Bir dənə 1-də doğru çoxdur. Mənə deyir ki, verilənlərə görə mütləq yalandır. Yəni, verilən şərtlərdən hansı doğrudur, hansı yalandır. İndi baxırıq, baxın, fikir verin. Yalan və doğru məlumat verənlərin sayı eyni ola bilməz. Bəli. Bura baxın, fikir verin. Yalanla doğru deyənlərin sayı eyni olmadı. Görürsünüzmü? Yəni, bir dəqiqə. Aha. Yalan və doğru deyənlərin sayı eyni deyil. Bu düzdür. Bir olan variantları çıxıra, baxın. Mənə 5-də deyir ki, yalan və doğru məlumatla verənlərin sayı eyni olar. Axı, burada eyni deyil. Yalan və doğru deyənlərin sayı eyni deyil. Demək, bu dədə onda mütləq yalandır. Demək, 5 olan variantları seçirəm. Demək, A bəndini Y bəndi arasında qalım. Mənə deyir ki, 3-cü var. Şəkildə 4-cü oyunçu oyunu təklif edən ola bilər. 4-cü oyuncu oyunu təklif edə bilər. Yaxşı, bunu saxlayaq. Deyir, verilən məlumatın doğru olma ehtimalı yalan olma ehtimalından çoxdur. Xeyr. Fikir verin, burada toplasaq. Nələrdə dedimmi mən sizə? Dedim ki, buradan baxın, fikir verin, toplasaq. Doğrularımız daha azdır, yalanlarımız daha çoxdur. Amma burada deyir ki, verilən məlumatların doğru olma ehtimalı yalan olma ehtimalından çoxdur. Elə bir şey yoxdur. Yəni, yalanlar doğrudan çoxdur. Cavab oldu A bəndi. Burada 3-cü cümlə nədir? Şəkildə 4-cü oyuncu oyunu təklif edən ola bilər oyuncu. Amma bir ehtimal var da. 5 ehtimaldan bir ehtimal var ki, bu qura bilər. Amma yalan ehtimalı, yəni qurmama ehtimalı daha çoxdur. Ona görədir, bu ola da bilər, olmaya da bilər cümləsi. Amma mütləq şəkildə yalan olanlar burada 2 ilə 5-dir. Çünki verilən məlumatın doğru olma ehtimalı yalan olma ehtimalından çoxdur. Xeyr, yalan olma ehtimalı doğru olma ehtimalından çoxdur. Yalan və doğru məlumat verənlərin sayları eyni ola bilərdir. Xeyr. Mənə burada 4 nəfər məlumat verdi. 1 nəfər fikirsiz qaldı, stabil qaldı. Bunlar da ki, 3-ün 1-ə, 1-in 3-ə belə oldular yəni. Ona görə də cavab elədi 2-5. Məsəl üçün, burada 10-cu sualda 2 dənə fikir bildirməyən var, 2 dənə sual qoyacaqsan. 4 nəfər fikir bildirəcək. Doğru və yalan deyənlərin sayı eyni olmayanlar istəyəcək sənə. Yəni, ya doğrular çox, yalanlar az, ya da ki, yalanlar çox, doğrular az olan ehtimalı göstərəcək sənə. Belə. Bəli, 2016-da. Bəli. Demək, burada şəkillə bağlı veriləndə
Bunlarda necə olur? Sırada artıq olan hansıdır deyir. Bəzən deyir ki, sıraya hansını əlavə etmək lazımdır. Bu nədir? Bu dəfələrlə qəbullara düşüb də, yəni. Bu nədir? Eyni fiqurdan ya onun simmetriyası ya eynisi olur. Sən onları çıxırsan, simmetriyası daha çox da olur. E, və sən də götürürsən, bir dənəsi artıq qalır. Və yaxud da necədir? Baxın, fikir verin. Bunların saylarına baxaq əvvəlcə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 dənədir. Bunlar 2-2 qruplaşır, biri artıq çıxacaq. Və yaxud da ki, 13-də nə verir? Deyir ki, növbəti olan fiqur nə olmalıdır? Yəni, bunun belə deyim də, simmetriyası. Bir yerdə artıq qalanın simmetriyasını tapmalıyıq. İndi gəlirik bura. Görək bunun açıqlaması necə olacaq? Mənim birinci figurumu, baxın, birinci figurumu. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Bunları nömrələyirəm. Mənim bu birinci figurumun simmetriyasına baxaq. Yəni, birinci figurumun simmetriyası baxın belə olmalıdır da. Buradan belə, beləsinə, belə bir şey olmalıdır. Düzdürmü? Gəlin bunun birinci simmetriyasına baxaq. Bax, bu üçüncü deyil. Başı beləsinə 5-in tərsi olan olmalıdır da. Düzdürmü? Baxın, belə bir şey axtarıram mən. Daha doğrusu, belə bir şey axtarıram. Başı belə olan, baxıram, görürəm. Başı belə olan. Baxın, 7-yə oxşuyur, amma 7-nin burası 3 bucaq olmalıdır. Görürəm ki, bəli, 11-dir. Demək, 1 ilə 11, baxın, fikir verin. 1 ilə 11, toşunu baxın. Simmetriyasıdır. Bura baxın. 11. 1 ilə 11 simmetriyadır. Demək, 1 ilə 11-i mən oyundan kənarlaşdırıram. 1 ilə 11-i çıxdım. Gəlirəm 2-yə. 2-nin simmetriyası nədir? Baxın, fikir verin. 2-nin simmetriyası, baxın, belə bir şey olmalıdır. 2-nin simmetriyası belə bir şey olan hansıdır? Görürsünüz. 12. Deyəsən 12-dir. 2 ilə 12. Demək, 2 ilə 12-ni oyundan kənarlaşdırıram. 2 ilə 12-ni. 3-ün simmetriyasına baxaq. Belədir. Müəllimə, indi oxşarlar axtarırıq. Bəli, simmetriyasını axtarırıq. Yerdə qalan bizim artıq fiqurumuzdur. Baxın, beləsinədir. Sonra beləsinədir, beləsinədir. Bu hansı variantdadır? Baxın, görüm. Səhv Onda eləmirəmsə, ondadır. Demək, 3 ilə onu da çıxdım. Getdi. Sonra isə gəlirik 4-cü fiquruma baxırıq. 4-cü figurumun simmetriyası 6-dır. Yox, 6 eynidir. 6 deyil. 5 də deyil. 13. 13 oxşuyur. Hə, 13-dür, 13. Demək, 4-ün də simmetriyası nə oldu? 13. Getdi. Bunu da apardıq. Gəlirik. 5-in simmetriyası 9-dur. Getdi. 6-nın simmetriyası, baxın, 7 ilə 8 hələ bir-birinin simmetriyasıdır. Demək, 6 tək qaldı. Variantda da baxaq görək hansı bənddə 6. Gedib burada tapıb, gedib variantı səhv işləməyin, ha. Baxın. D variantına oxşuyur. D bəndi, bəli. Axtarılan 6 D bəndində yerləşir. Cavab oldu D bəndə. Bizim artıq qalan fiqurumuz budur. Və yaxud da ki, sizə nə deyir? Deyir ki, bir dənə fiqurun, yəni məntiqi ardıcıllığı tamamlayın. 6 budur, yaxı, düzdür. 6-nın simmetriyasını istəyəcək sizdən. Belə bir şey axtarmalı olacaqsınız. Yaxşımı? Yəni, onun da indi hansı variantda olsa olar. Bu suallar iki cür düşürlər. Ya simmetriyasını istəyirdir, növbəti addımda hansı fiqurun simmetriyası olacaq. Ya da ki, deyir ki, nə? Artıq olanı tapılır. 12-də də ki, 12-ci sualda da ki, çubuqlar bir-birinə bağlanıblar və çubuq dəstələridir də. Həmişə mən onu deyirəm ki, cırtdanın çubuq dəstələrinə oxşuyur da sanki. Baxın, məsələn 1, 4, 5-ci çubuqlardır bunlar və yaxud da 7-ci çubuq olsun. Məsələn, birinci çubuq 4-cü çubuğa bağlanır, 4-cü çubuq 7-ci çubuğa, 7-ci çubuq da 1-ci çubuğa bağlanır. İndi mənə burada hansı nömrəli çubuğa bağlanıb onu tapmalıyam. Sonra isə məndə şərtlər nə istəyəcək ona baxacağam. Əvvəlcə gəlirəm bir nömrəli çubuğa. Birinci nömrədən başlayıram da həmişə.
Nömrəli çubuğum. Əlbəttə ki, çubuğum bu çubuqdur da, düzdür? Bir nömrəli çubuğun məsəl üçün də 2 dənə çubuğa bağlana bilər. Məsələn, 7 ilə 4-ə bağlanıb. Sən məsəl üçün də 50 deyər ki, mən 1 4 7 gedirəm və 50 də deyər ki, 1 7 4 gedirəm. Fərqi yoxdur. Onsuz fırlanıb eyni nöqtəyə gəlib çatıb. Yəni siz deyə bilərsiniz ki, mən 1-dən 11-ə qədər gedim. Digər deyə bilər ki, 1-dən 7-yə qədər. Eyni şey yoxdur. Onsuz gəlib bağlanacaq. Gəlin 1-dən 11-ə. 11 nömrəli çubuq, baxın, 1-dən 11-ə gəldim. 1 nömrəli çubuq 11 nömrəli çubuğa bağlanıb. Gəlirəm, düşürəm aşağı. 11 nömrəli çubuq gəlib neçə nömrəli çubuğa bağlanıb? 5 nömrəli çubuğa. 5 nömrəli çubuq 11-ə bağlanıb. Bəs o biri bağlandığı nədir? Baxın, 5-in üstünə baxıram. O biri bağlandığı nədir? 9. 9'un bağlandığı düymə baxın, 9'un bağlandığı düym neçədir? 12. 12 nömrəli çubuq gedib, baxın, hara bağlanıb? Bura baxın. 3-ə. 12 də 3-ə bax. 3 gedib hara bağlanıb? Diqqətli olsaq, bura baxın. Gedib bağlanıb 6-ya. 6 gedib hara bağlanıb? Bura baxın. 4-ə. 4 gedib hara bağlanıb? 6 buydu. Gedib bağlanıb 4-ə. 4 də gedib bağlanıb, fikir verin. 7-yə. 7 də gedib bağlanıb 1-ə. Da 1-i yazmağımıza ehtiyac yoxdur. Demək 1 11-ə, 11 5-ə, 5 9-a, 9 12-yə, 12 3-ə, 3 6-ya, 6 4-ə, 4 7-yə, 7 də təzədən qayıdıb 1-ə bağlanıb. Hə, siz deyə bilərsiniz ki, mən 7-dən başlayıram. 1-dən 7-yə, 7 4-ə, 4 6-ya, yəni hər hansı birindən başlaya bilərsiniz. İndi mən neçə nömrəli çubuqları istifadə etdim? 1 nömrəli, 11 nömrəli, 5 nömrəli, 9, 12, 3 nömrəli çubuqlarımı, 6 nömrəli çubuğumu, 4 nömrəli çubuğumu və 7 nömrəli çubuğumu istifadə etdim. Bu mənim bir dəstə. Bu nömrəli çubuqlar bir dəstədə yığışıblar. İndi baxaq görə digər çubuqlarımız hansı dəstədə. Məsələn, 2 nömrəli çubuğum. 2 nömrəli çubuğum gedib 8 ilə birləşib. 8 nömrəli çubuğum gedib neçə ilə birləşib? 10 ilə birləşib. 10 nömrəli çubuğum yenə gedib nə ilə birləşib? 2 ilə birləşib və onu yazmıram. Demək, mənim 2 dənə çubuq dəstəm oldu. Biri böyük çubuq dəstəm, biri də kiçik çubuq dəstəm. İndi baxıram, görürəm ki, nədir? Toplardan ən az sayda çubuğa 2 dənə çubuq dəstəsi aldım, topası aldım. Topalardan ən az sayda çubuğa malik olanını əmələ gətirən çubuqların nömrələrini göstərəndir. Yəni, bunun hansı nömrəli çubuqlar əmələ gətirib? Burada 3 dənə çubuq var topada. Və onların nömrələri 2, 8, 10-dur. Deyir, 2, 8, 10-un cəmi neçə eləyəcək? 2 üstə, 8 üstə, 10-un cəmi eləyəcək 20. Yəni, bu çubuq topasının nömrələri cəmi 20-dir. Desə ki, böyük çubuq topasının şərtlər müxtəlif cür ola bilir. Böyük çubuq topasının nömrələrinin cəmi ilə kiçik çubuq topasının nömrələrinin cəmindən fərqi. Bunu toplayacaqsan, sonra bunu toplayacaqsan, bir-birindən çıxacaqsan. Bəzən ola bilir ki, 3 dənə çubuq topası olur. Deyir ki, sənə nömrələri sayı böyük çubuq topası və kiçik çubuq topasını saymadan. Yəni, onda nə sayılacaq? Ortancıl çubuq topası var. Məsələn, birində 3 dənə çubuq var, ikincisində 4 dənə, o birində 5 dənə.